Bugün Aksafa rayon Heydər Əliyev mərkəzinin geniş salında Azərbaycan Kinematografçılar İttifaqı və Aksafa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gəlmiş Vətən müharibəsi qəhrəmanı Azər Yusifliyə həsr edilmiş sənədli filmin təqdimatı keçirilib. Tədbirdə Aksafa rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, Azərbaycan Kinematografçılar İttifaqının üzvü, kino rejissor Kəmal Musazadə, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri, rayon ziyalıları və həmçinin ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəlcə iştirakçılar Azər Yusifli haqqında yazılmış qəzet və kitablardan ibarət sərgi ilə tanış olublar. Sonra təqdimat mərasimi Heydər Əliyev mərkəzinin geniş salında Azərbaycan dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Təqdimat mərasimində Vətənin Azəri adlı sənədli film nümayiş olunub. Tədbirdə çıxış edən Aksafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd edib ki, Azər Yusifzadə kimi qəhrəman oğullarımızın sayəsində 30 ildən çox işğal altında olan torpaqlarımız işğaldan azad edildi. Hazırda həmin torpaqlarda beynəlxalq səviyyədə tədbirlər həyata keçirilir. Rayon rəhbəri həmçinin bu cür sənədli filmlərin çəkilməsinin tariximizin qan yaddaşı olduğunu, Vətənimizin qəhrəman, igid və cəsur oğulları haqqında çəkilən bu cür filmlər gələcək nəsillərin vətənpərvər ruhda böyüməsində böyük rol oynadığını diqqətə çatdırıb. Digər çıxış edən Azərbaycan Kinematografçılar İttifaqının üzvü kino rejissor Kəmal Musazadə, şair Barat Vüsal, qəhrəmanımızın atası Nazim Yusipov və digər natiqlər Azər Yusifzadə haqqında danışıb vətənpərvərlik mövzusunda çəkilən belə filmlərin çəkilməsinin vacibliyini diqqətə çatdırıblar. Məlumat verim ki, 2010-cu ildən başlayaraq Mədəniyyət Nazirliyinin Kinematografiya şöbəsi Salnamə studiyasında Azərbaycan Milli Qəhrəmanları silsiləsi başladı və biz ümumilikdə 115 sənədli film çəkdik studiya olaraq və birinci müharibədən onun şəhidlərinə, milli qəhrəmanlarına çəkildi və Vətən müharibəsindən sonra 2020-ci ildən sonra Vətən müharibəsi qəhrəmanlarından çəkdim və bu film studiyanın demək olar sonuncu filmi oldu. Yəni o həmin filmdə Azərin uşaqlıq illərindən tutmuş, məktəb illəri, sonra döyüş yollarını gözəl təsvir eləmişdi. Film çox gözəl alınmışdı, çox gözəl çıxmışdı. Qeyd edək ki, Azər Yusifli 1994-cü il martın 28-də Aksafa rayonunun Böyükçəsi kəndində anadan olub. 2012-ci il aprel ayında Aksafa rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər Ədliyyə Nazirliyinin penitensiar xidmətin mühafizə alayının Bakı şəhərində yerləşən en sayılı hərbi hissəsində xidmət etmişdir. 2013-cü ildən isə Sərhəd qoşunlarının Cəllabad rayonunda yerləşən en sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azər Yusifli Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin 4 avqust 2019-cu il tarixli 0229 nömrəli əmrinə əsasən Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubiley medalı ilə 4 avqust 2019-cu il tarixli 0240 nömrəli əmrinə əsasən isə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal ilə təltif olunub. 2020-ci il sentyabrın 27-sində Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat dəstəsinin baş giziri olan Azər Yusifli əvvəlcə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşa başlayıb, müharibə ərzində sərhəd qoşunlarının heyətində Cəbrayıl rayonunun arazboyu olan yaşayış məntəqələri Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin, Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Ayın 18-də isə Dövlət Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat zamanı Xudafərin körpüsü işğaldan azad olunmuşdur. Oktyabrın 19-dan 20-sinə ötən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlamışdır. Gecə saatlarında şəhər işğaldan azad olunmuşdur. Saat 4:00 radələrində baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılmışdır. Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində həlak olmuşdur. Oktyabrın 22-sində doğulub boya başa çatdığı Aksafa rayonunun Böyükçəsi kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində, xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azər Yusifliyə Vətən müharibəsi qəhrəmanı adı verilib. Həmçinin qəhrəmanımız Vətən uğrunda medalı Cəbrayılın azad olunmasına görə medalı ilə təltif edilib. Allah rəhmət eləsin. Elvin Qudrətov, Kamran Əski Paralı, Bugün informasiya proqramı üçün.